Qariyə suresi Məkkədə nazil olmuşdur. 11 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Ürəkləri dəhşətə salan qiyamət. Nədir qiyamət? Sən nə bilirsən ki, nədir qiyamət? O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək. Dağlar isə didilmiş yun kimi olacaqdır. O gün tərəzisi ağır gələn, yaxşı əməlləri pis əməllərdən çox olan kimsə, cənnətdə xoş güzaran içində olacaq. Tərəzisi yüngül gələn, yaxşı əməlləri pis əməllərdən az olan kimsənin isə, məskəni haviyə, cəhənnəmin dibi olacaqdır. Sən nə bilirsən ki, o haviyə nədir? O çox qızmar bir atəşdir.